Herkese salamlar. Yeni bir həftə başladı ve bu həftə çox gözəl xəbərlə başladı. Macaristan'da sonunda Trump'ın əsas da Putin'in adamı olan Orban'ı arxivə yola saldılar. Özdə çox böyük nəticə ilə müxalifət lideri Macar qalib gəldi. Macar xalqını təbrik edirəm və onlara uğurlar arzu edirəm. Görürsünüz, onlar da sizin kimi evdə oturub ay desəydilər ki, seçkiyə getməyin xeyri yoxdur. 16 ildir bu adam seçilir. Hələ üstəlik Putin ve Trump da onu müdafiə edir. Hətta vitse-prezident Vensi göndərmişdi Macaristan'a. O da Orban tərəfdarlarına miting düzəldərək orada birbaşa Trump'la əlaqə yaradıb. Trump'ın birbaşa orada səsini çatdırmışdı. Orada toplaşanlara və Trump pul zad da vəd etmişdi. Amma Trump'ın İranda da bu məğlubiyyəti onun ümumiyyətlə mahiyyətini ortaya qoydu və ona ümumiyyətlə inanmaq lazım olmadığını bir daha sübut etdi və hər bir şərdə bir xeyir var deyirlər. Ona görə də müxalifət lideri çox böyük fərqlə qalib gəldi. Putin Avropada Troya atını itirdi. Çünki Orban'a Troya atı deyirdilər. Hələ Orban özünü siçana, Putin'i də şirə bənzətmişdi ki, güya şiri əsir eləyirlər. Siçan gəlir onun o bağlayan iplərini gəmirir və xilas edir. Yəni əvəzində də güya ki Orban'ın seçilməsinə kömək edir. Hər halda 16 il bu hakimiyyətdədir. Amma gördüyünüz kimi dünya ayrılır, internet diktatorların düşmənidir. Çünki artıq heç nəyə gizlədə bilmirlər, hər şey ortalığa çıxır və pislər daha tez cəzalarını alırlar. Və Macar xalqı ağıllı xalqdır ki, hər şey gördü və öz seçki hüququnu, yəni əsas Macarın, yəni müxalifətin seçilməsi deyil. Əsas odur ki, Macar xalqı seçə bilir. Yəni sabah bu müxalifət lideri onları qane eləməyəndə, yəni onlarda artıq 16 ili 20 illərə çevirməyə qoymadılar. Bax, əsl qələbə, əsl insanlarda qürur yaradan, cəsarət yaradan bax budur. Yəni sənin seçim hüququn var. Bunu nə vaxt biz də bərpa etsək, bax onda azad olacağıq.